Namlıq xeyir olsun. Enrə Hoş müəllim gördük necəsiz? Aynur Hanım. Çok sağ olun koşulduğunuz için. Aynur Hanım Naxçıvanda imtahan Xoş. veren müəllimlərimizdən. Dedim bir qoşulsun, sizə motivasiya versin. Hansı suallar düşmüşdür? Səhvi də var, səhvi nədədir? Aynur Hanım, buyurun. Həvala Hə, təbrik edirik sizi. 50 plus toplamısınız. Uğur sağ olun, qazanın. çox sağ olun. Müəllimə, burada sizin də payınız çoxdur. Təşəkkür edirəm, minnətdaram. Çok sağ Burada olan müəllimlərə də hamısına uğurlar arzulayıram. olun. İnşallah ki, yaxşı olacaq. Sizə qoşulublarsa, sizin təliminizdədirlərsə, onlar da daha da yaxşı nəticə əldə eləyəcəklər. Suallarımız rahat suallar idi. Biraz məntiqi suallar var idi. Cavablarda yaxınlıq var idi. Yəni həmişə siz necə qeyd edirsiniz, elə bir şeylər var idi. Suallarımızdan belə bəziləri yadımdadır. Deyə bilərəm, Bəli, yəni bəli, suallar. təbii deyil. Aha. Demək, suallardan biri konstruktiv rəy harda düzgün verilməmişdi, hansı effektiv deyildi, belə bir şeydi. Bəli. Hamıca düzgün verilmiş rəylər idi. Amma birində deyirdi ki, müəllim şagirdlərə tapşırıqları yoxlayır və şagirdin birində səbəb-nəticə əlaqəsinin düzgün verilməməsini qeyd edir. Amma sonunda da belə deyir ki, axı sən mənim ağıllı şagirdlərimdənsən. Bəli, Yəni buna yol verməməliydin. Burada yəni artıq effektiv rəy düzgün verilmir də. bəli, doğru. Burada belə bir şey var idi. Hı hı. Digərində də belə idi ki, müəllim tapşırıq verir, şagirdlərdən birinin kompüteri nasaz olduğundan yerinə yetirə bilmir Hı və hı. o yoldaşından xahiş edir ki, bunu müəllimə deməsin. Hı hı. Yoxsa müəllim yenə onu danlayacaqdır. Aha. Burada əks əlaqəni soruşurdu ki, hansı əks əlaqə düzgün deyil də. Burada müəllim-şagird münasibətlərinin normal olmaması belə bir Bəli, şeydir. çünki əməkdaşlıq yoxdur da, elə deyilmi? Arada Hə, əməkdaşlıq yoxdur. Şagird öz fikrini müəllimə çatdıra bilmir. Avtoritar rejim var. Əla, sonra hə, burada belə bir şey var sadəcə idi. taksonomiya onları deyil. Nə düşmüşdü? Həmişə siz üç bacı soruşursunuz, amma bir dəfə orada bir bacını Bəzi soruşmuşdular. Bunun taksonomiyasını soruşmuşdular müəllimə. nə Hə, düşmüşdü? belə bir şeydir ki, deyir, ölkələr ekoloji vəziyyəti yaxşılaşdırmaq haqqında qərar qəbul edirlər. Hı. Hər hansı bir dövlət özünə uyğun olan qərarlardan birini seçib və onu tətbiq etməyə başlayır. Hı hı. Siz də deyir, dövlətin verdiyi bu qərarları əsaslandırın. Dedi ki, siz də yəni bunu əsaslandırın. Burada da təhlil idi müəllimə əsas. Yəni Bəli. Dövlətin dövlətin verdiyi dövlətin verdiyi qərar olduğuna görə orada təhlil götürmək lazım idi. İnteqrasiya düşmüşdü. İnteqrasiyada da belə idi ki, şagirdlər dərsdən sonrakı fəaliyyəti ilə bağlı kənd və ya şəhər əhalisi haqqında məlumat toplamağı tapşırılır və o məlumatları sistemləşdirməyə tapşırılır. Biraz dərsdən sonra olduğuna görə mənim səhvim orada oldu ki, onu mən fən üstü götürdüm. Dedim bəlkə həyatda tətbiq elə. Allah gələn həftədən başlayacağıq inteqrasiyaya. Yəni inteqrasiyanın üzərində çoxlu hələ ki situasiyalar işləməmişik. Bizdə Naxçıvanda anidən oldu imtahan. Bizdə hələ iyunda olduğuna görə indi gələn həftədən biz başlayacağıq. Bax, görürsüz inteqrasiyadan bir dənə mütləq situasiya düşməlidir. Sonra başqa nələr vardı? Sinfi Summativ idarə olması. qiymətləndirmədən düşmüşdü müəllimə. Summativ qiymətləndirməni soruşurdu. Ondan normal idi. Cavabda da belə idi ki, alt standartın təyin etdiyi biliş bacarıqlarının ölçülməsi. Burada siz dediyiniz o açar məqam ölçülməsi ilə Hə. onu götürmüşdüm. Hə, bir də sinfin idarə edilməsindən biraz var idi. Deyir ki, qrup şagirdlərə deməli qrup işi tapşırılır. Həmin o qrupdakı şagirdlərdən biri öz işini yerinə yetirə bilmir. Öz yoldaşına deyir ki, mənə verdiyi qrup işinin digər başqa bir yönünü yəni həll etməyə çalışır. Amma o yoldaşı ona da icazə vermir. Burada soruşurdu ki, müəllim burada nəyi düzgün qurmayıbdı. Burada da belə cavablarda da belə bir şey var idi ki, müəllim qrup işini düzgün bölüşdürməyib də şagirdlər arasında. Yəni uyğun belə variant belə bir şey deyilirdi. Tam indi detal ilə yadımda qalmayıb, amma Tamam, sualı uyğun müəllim məntiqlə yəni seçə bilirsiniz ki, söhbət nədən gedir. Hı hı. ondan getdiyini, bunu belə deyildi. Ondan sonra nə var idi? Təlim üsullarından düşməmişdi. Planlama, təlim üsulu. Yo, təlim üsullarını çox yaxşı bilirdik, amma heyf ki, düşməmişdi. Hə. Yəni Differensial təlimdən düşmüşdü bir dənəsi müəllimə. Hə, differensial təlimdə deyir, yanlış fikir hansıdır? Belə yazılmışdı ki, şagirdlərin səviyyəsinə uyğun tapşırıq verilir. Bu tapşırıq yalnız təqdimat şəklində olur.
Yalnız təqdimat artıq burada bilinirdi Pozdur, ki, bu potensiallığı demişik ki, görən şagirdlər necəsi ilə təqdim edər. O situasiyanı, inteqrasiya ilə bağlı situasiyanı Aynur xanım mənə yazılı yazarsınız, zəhmət olmasa. Mən təlimdən sonra situasiyaya baxaram. Sonra nə düşmüşdü? Bunlar idi, yadınızda qalanlar. onlardan idi. Aynur Bir də xanım belə deməli 8 düz yazıb, 2 səhvi çıxıb. iki səhv var oldu. Əla, nəfis. Siz yanvar qrupumuzdan idiniz də, hə? Hə, mən aslında fevralın axırı qoşuldum. Yanvar qrupu olsam da fevralda Fevral bildik. görsün, yəni Hə, 2 ay ərzində, Fevralın axırı qoşulduq. Hə. 3 ay Yəni ərzində bizə anidən verildi 800 deyə. Hə, ona görə indi müəllimələrin vaxtı çoxdur da, yəni lap yaxşı olar. Hə, inşallah. Bir də müəllimə belə bir sual var idi, maraqlı belə bir sual idi ki, şagirdlərdən biri müəllimin dərsi keçdiyi zaman dərsi dinləmir və o belə düşünür ki, onun formativ qiymətləndirmə əhəmiyyətsizdir. Onun ilin sonundakı nailiyyətinə yalnız summativ qiymətləndirmə təsir edəcəyini düşünür. Deyir ki, bu vaxt müəllim hansı addımı atmalıdır? Orada belə bir şey var idi ki, müəllim şagirdlə söhbət edib formativ qiymətləndirmə haqqında məlumat verməlidir. Bir də onun fəaliyyətinin izlənməsi onun üçün əhəmiyyətli olduğunu şagirdə izah etməlidir də. Situasiya keçən ildə. Belə baxıram ki, əslində əvvəlki illərin biraz dəyişilmiş situasiyalardır. Demək olar ki, əvvəlki illərdə düşən tip situasiyalardır. Əla, xanım, bir daha 2-3 ay ərzində oxudunuz. Hətta Aynur xanıma biz proqramdan bəzi mövzuları keçməmişik. Onu göndərdim ki, yəni hazırlaşsın, arada bir mövzu qalmasın. Yəni çox şükür. Sağ olun, çox sağ olun. Dəstəyinizə görə, köməyinizə görə. İllərlə hazırlaşır, gedirik 3-ün 4-ün yaza bilməm, amma 2-3 ay müddətində 800 yazmaq bu əla nəticədir. Bir daha təbrik edirik. İnşallah uğurlar. Çox sağ olun. Çox xoş oldu ki, valla qarşıma siz çıxdınız müəllimə. Həmişə deyəcəm, valla bundan sonra da deyəcəyəm. Sizin o səsinizin vurğunuyam. Çox sağ olun. Təşəkkür edirəm. Ayrılsam da, amma canlılarınızı yenə də izləyəcəyəm. Böyük məmnuniyyətlə. İnşallah. Bir də o suallar qəşəng yadınızda qalıb. Onları zəhmət olmasa mənə vaxt edəndə yazılı formada göndərərsiniz. Müəllimlərimiz onları bir daha işlədərəm. Yaxşımı? Yəni konkret olaraq göndərərəm. Çox sağ olun, minnətdaram. 2 dəfə də yüksək nəticə topladığıma görə müəllimə 3-cü imtahandan da azad oldum. Yəni bu da sizin payınız çoxdur da. Yəni zəhmətiniz əvəz olunmaz. Allah sizdən razı olsun. Çox sağ olun. Təşəkkür edirəm. Bunlarınız daim olsun inşallah. Minnətdaram. Aha, digər müəllimlər də indi vaxt digər müəllimlər də indi vaxt olduqca onları da boşacağıq. Onlar da deyəcəklər nələr düşüb. Yəni istiqamətlə düzdür göndəriblər testləri. Bax sualları onlara da bir-bir baxacağam mən. İşlədəcəm zaten. Yəni indi sınaq qrupumuz var. Orada işlədəcəm o sualları. Sağ olun Aynur xanım. Sağ olun. Çox sağ olun. Uğurlar sizə müəllimə. Çox sağ olun. Təşəkkür edirik. Aha, davam edək biz.